Salam əziz abituriyentlər, videoma xoş gəlmisiniz. Bugün sizlərlə demək olar ki, hər il qəbul imtahanına düşən bir sual tipinin izahına baxacağıq. Gəlin başlayaq sualımıza. Deməli, sualımızın şərtində deyir ki, tərkibinə görə təhlili kök, 2 leksik, 1 qrammatik sxeminə uyğun gələn feilləri müəyyən edin. Bizdə burada 5 dənə nümunə verilmişdir. Həmin nümunələri gəlin təhlil edək. Deməli, gəlin başlayaq birinci nümunədən. Birinci nümunədə saralmışdır sözüdür. Gəlin təhlil edək. Saralmışdır da saralmaq sözün köküdür. Mış burada zaman şəkilçisi, dır da şəxs sonluğudur. Yəni burada 2 qrammatik şəkilçisi var. Ona görə bu nümunə deməli şərtimizə uyğun gəlmir. Keçək ikinci nümunəmizə. İkinci nümunəmizdə bərkidilmək feilidir. Bərkidilmək feilinin kökü bərk. İ burada leksik. D şəkilçisi t-nı əvəz edib leksik. İl də leksik. Mək isə məstər şəkilçisidir. Ona görə burada 3 leksik şəkilçisi olduğuna görə uyğun gəlmir. Ona görə ikinci nümunədə səhvdir. Üçüncüdə qazdırıldı. Burada qazmaq sözün kökü. Qazdırmaq icbar nömrə şəkilçisi olaraq burada icbar nömrə şəkilçisidir. Yəni ıl da leksik şəkilçisi, d isə qrammatik şəkilçisidir. Yəni şərtimizə uyğun gəlir. Ona görə də üçüncü variantı düz kimi götürəcəyik. Dördüncü nümunəyə baxaq. Qaldırıldı sözü. Qaldırıldı sözünün kökü qaldırmaq feilidir. Qaldırmaqdan isə qaldırılmaq sözü yaranır. D isə burada zaman şəkilçisi. Ona görə də nümunəmizə uyğun gəlmədiyi üçün bunu da deməli cərgəmizdən çıxardırıq. Sonra baxaq 5-ciyə. 5-cidə qarşılaşmaq sözüdür. Qarşılaşmaq sözünün kökü qarşı sözüdür. Yəni insan qarşıdakı insanla görüşür. Sonra la burada leksik, ş yəni qarşılığı birgəlik nömrə şəkilçisi leksik, maqdakı məstərin şəkilçisi olduğuna görə qrammatikdir. Ona görə burada 2 leksik 1 qrammatik olduğuna görə şərtimizi ödəyir. Ona görə 5-ci nümunəni də götürəcəyik. Cavabımız olacaq 3 və 5-ci nümunələr. Cavabımız da A variantı.